Salam, hörmətli xanımlar və cənablar. Mən Məmmədov Rüfət Hüseynoğlu, Goranboy rayon Sağlamlıq klinikasının həkim kardioloquyam. Hər həftə 1-ci, 5-ci günlər səhər 9-dan 11-ə kimi bu xəstəxanada çalışıram. Mən sizə qısa məlumat vermək istəyirəm. Bildiyiniz kimi, son dövrlər əfsuslar olsun ki, Azərbaycan dünyanın üstündən girib ürək patologiyaları, ürək xəstəlikləri diaqnozunda. Əgər siz də bu insanların içində olmaq istəmirsinizsə, o zaman vaxtında müayinə olmanızı sizə tövsiyə edirəm. Mən onu demək istəyirəm ki, bizim klinikamızda hal-hazırda sizin ilkin kardioloji check-up və digər check-uplar üçün, bütün sizin sağlamlığınız üçün, sizin rahatlığınız üçün bütün şəraitlər yaradılıb. Hal-hazırda bizim klinikamızda mən tərəfindən icra olunan müayinələrə elektrokardiografiya, ürəyin elektrokardiografiyası, ürəyin echokardiografiyası, ürəyin Holter müayinəsi, yəni Holter müayinə dedikdə nə nəzərdə durur? Ürəyin 24 saatlıq və yaxud 48 saatlıq elektrokardiografiya çəkilişi və ürəyin sutkalıq təzyiq Holteri. Təzyiq Holter dedikdə biz nə nəzərdə durur? Əgər sizin təzyiqiniz yüksəkdirsə və siz bunu gündəlik ölçə bilmirsinizsə, onun xüsusi cihazlar vasitəsilə, təzyiq Holter vasitəsilə o cihaz sizin qolunuza taxılır və bir sutka ərzində o cihaz sizin arterial təzyiqinizi ölçür. Və sonra xüsusi proqramlar vasitəsilə sutkalıq sizin təzyiqinizin ortalama məxrəci müəyyən edilir və sizə müvafiq olaraq müalicələr və müayinələr təmin edilir. Bizim çox gözəl laboratoriyamız, tam avtomatlaşdırılmış laboratoriyamız var və müvafiq olaraq sizə müraciət etdikdə sizin sağlamlığınız üçün lazım olan müayinələri və müalicələri təyin edib və sizin sağlamlığınızın bərpası üçün əlimizdən gələni etməyə tam razıyıq. Sizi klinikamızda görməyə məmnun olarıq. Təbii ki, sizin sağlamlığınız üçün. Hal-hazırda bizim klinikada terapevtlər, uzun həkimləri, pediatrlar mövcuddur və təbii ki, hər həftə sonu və həftənin bəlirli günləri Bakıdan dəvət olunmuş çox gözəl uzman həkimlərimiz sizin xidmətinizdədir. Onun üçün bizi təbii ki, siz sosial şəbəkələrdən də izləyə bilərsiniz. TikTok, Facebook, Instagram səhifədən biz hər gün yenilənmə aparırıq bizim səhifələrdə və siz əgər əlavə məlumatla bilmək üçün siz təbii ki, bizim sosial şəbəkələrdən izləyib, orada sizə lazım informasiyaları bizim tibbi qeydiyyatçılarımız sizə 7-24 xidmət göstərməyə tam hazırdır. Yəni dediyim kimi, əgər sağlamlığınızın keşiyində durmaq istəyirsinizsə, sağlamlığınızı daim nəzarət altında saxlamaq istəyirsinizsə, o zaman bizim klinika seçiminiz bizim klinika olmalıdır məncə. Çünki lazımi xidmətlərlə sizin xidmətinizdəyik 7-24. Bütün lazımi prosedurlar, lazımi müayinələr, lazımi müalicələr biz tərəfindən icra olunacaq. Diqqətiniz üçün təşəkkür edirəm.